Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşıma mayın 1-dən bərpa ediləcək. Hazırda sosial şəbəkələrdə müzakirə olunan və insanların marağına səbəb olan bir məsələ isə biletlərin gediş qiymətinin neçə olacağıdır. İqtisadçı ekspert Natiq Cəfərlinin Qaynar Infoya verdiyi açıqlamaya görə qatarla sərnişin daşımada qiymətlər istər-istəməz təyyarə qiymətindən fərqlənəcək. Qiymətlər təyyarə qiymətindən az fərqlənsə, heç kəs 8-9 saatlıq yolu dəmir yolu ilə səyahəti seçməz. Yəni, arada ciddi qiymət fərqi olmalıdır ki, adamlar təyyarə ilə deyil, məhz qatarla getməyə üstünlük versinlər. Ona görə də düşünmürəm ki, arada cüzi fərq olsun. Ola bilər ki, qiymətlər kateqoriyalara görə fərqlənsin. Natiq Cəfərlinin fikrinə görə biletlərdə bir qiymət olmayacaq. Əvvəllər də qiymətlər fərqli olub. Daha konforlu, 2 nəfərlik və eləcə də plaskart vaqonlar vardı. Güman eləyirəm ki, belə vaqonlar indi də olacaq və onların arasında qiymət fərqi olacaq. Gürcüstan dəmir yolları mayın 1-dən Tbilisi və Bakı arasında qatarların hərəkətinin bərpa olunub-olunmayacağına aydınlıq gətirib və bildirilib ki, hazırda hər iki tərəf intensiv danışıqlar aparır. Dəqiq tarix isə açıqlanacaq.